Bugün cəmiyyətimizdə ziyalı anlayışı çox vaxt sadəcə geniş məlumata sahib olan, çox kitab oxuyan və ya akademik titulları olan şəxslərlə eyniləşdirilir. Lakin sosioloji və fəlsəfi kontekstdə bu tərif nəinki əskik, hətta kökündən yanlışdır. Ziyalı öz biliyi ilə hakim normaları qanuniləşdirirsə, o əslində bir azadlıq elçisi deyil də, mövcud vəziyyətin keşikçisinə çevrilir. Pierre Bourdieu bu vəziyyəti simvolik zorakılıq adlandırır. Noam Chomsky isə haqlı olaraq vurğulayır ki, ziyalının əsl məsuliyyəti həqiqəti söyləmək və yalanları ifşa etməkdir. Əgər biliyiniz sizi divanınızdan qaldırıb manipulyativ fikirlərə qarşı sipər etmirsə, siz sadəcə intellektual fəhləsiniz. Michel Foucault'un fikrincə, ziyalının əsl vəzifəsi gündəlik həyatımızda mütləq həqiqət kimi qəbul etdiyimiz anlayışların idarəetmə və təzyiq vasitəsinə necə çevrildiyini ifşa etməkdir. Şərqşünas Edward Said'ə görə isə, həqiqi ziyalı həmişə kənarda qalandır. O, heç bir ideologiyanın və ya etnik kimliyin dar çərçivəsinə sığınmır. Topladığımız biliklər bizi körkörənə itaətdən xilas etməyibsə, biz sadəcə savadlı mütiyə çevrilmişik. Ziyalılıq sistemin çatlarını yamamaq yox, həmin mexanizmi sorğulayan bir iradə nümayiş etdirməkdir.